28 May stansiyasının 2012-ci ildə istifadəyə verilmiş 4 eskalatorundan biri normativ təmirə dayandırılır. Yəni, istehsalçı zavod tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq bu tip eskalatorlar 100 min kilometr məsafə qət etdikdən və yaxud da 44 min saat iş rejimində çalışdıqdan sonra mütləq qaydada texniki təftiş və təmir işlərinə cəlb olunmalıdır. Yeni nəsil eskalatorlarda əsas təmir işləri və əsasən pillə zolağından aparıldığı üçün qarşıdakı müddətdə pillələr sökülərək alt hissələrdə olan işçi mexanizmləri bir-bir hər birisi təftiş olunacaq, zəruri olanlar dəyişdiriləcək və təmir işləri aparılacaq. Həmçinin də onlar yuyularaq təmizlənib, müvafiq qaydada istifadəyə verilməyə hazır vəziyyətdə saxlanılacaq. Həmçinin eskalatorun bütün pillələri yeniləri ilə əvəz olunacaq. Təmir müddətində sərnişinlərin stansiyadan rahat və təhlükəsiz istifadə etməsini təmin etmək üçün bütün tədbirlər görüləcək. Xüsusi olaraq qeyd edim ki, bir eskalator üzü aşağı platformaya doğru və Bakı metropoliteni normativ təhlükəsizlik tələblərinə uyğun olaraq 2 eskalator üzü yuxarı çıxışa doğru hərəkət edəcək. Yay fəsli olduğu üçün sərnişin sayının avqust ayının sonuna qədər azalması gözlənilir və bu səbəbdən əlahiddə tədbirlərə ehtiyac olmayacağı planlaşdırılır. Bununla belə zərurət yaranarsa Cəfər Cabbarlı stansiyasına doğru sərnişinlər yönləndirilərək 28 May stansiyasına daxil olması da təmin olunacaq. Eskalator avqust ayının 1-nə qədər təmir prosesində olacaq və həmin müddətdən sonra texniki baxış müayinələrdən sonra eskalator istifadəyə veriləcək.